Hamiləlikdə ev heyvanı saxlamaq təhlükəlidirmi? Xeyr, deməzdim ki, təhlükəlidir, lakin mütləq gigiyenik tələblərə və sağlamlıq tədbirlərinə riayət etmək lazımdır. Yəni vaxtı-vaxtında heyvanların peyvətlərinin olunması, antiparazitar müalicənin aparılması onu təhlükəsiz şəraitdə evdə saxlamağa imkan yaradır. Hansı heyvanlar xüsusi diqqət tələb edir? Ölkəmizdə ümumiyyətlə dünyada da ən çox evdə saxlanılan heyvanlar pişik, it, quşlar, az hallarda sürünənlər və gəmiricilərdir. Hərəsinin özünə məxsus riskləri vardır. Çünki onlar müəyyən bir parazitlərin daşıyıcılarıdır və hər hansı bir heyvanı evdə saxlayırıqsa, nəzərə almalıyıq ki, o parazitlərə yoluxma riskimiz də var. Mən pişik saxlayıram. Toksoplazmaya yoluxmamaq üçün nə etməliyəm? Bəli, siz düz vurğulayırsınız ki, pişikdən toksoplazmoz xəstəliyi yarana bilər. Yəni toksoplazma parazitinə yoluxmaq riskimiz vardır, lakin müəyyən bir tədbirlər görməklə, məsəl üçün pişiklə kontaktı kifayət qədər az etmək və yaxud da kontakt zamanı əlcəklərdən istifadə etmək, əlin tez-tez yuyulması, tullantılarını atan zaman ya özünüz atmayın və yaxud da əlcəkdən mütləq istifadə etməlisiniz. Bu şərtlərə əməl etsəniz, yoluxma riski də minimuma enər. Quş və sürünənlərlə bağlı tövsiyələriniz nələrdir? Quşlardan və sürünənlərdən də salmonella yoluxma riski vardır. Ona görə də onların da eyni zamanda gigiyenik tələblərini mütləq normal şəraitdə yerinə yetirmək lazımdır. Qəfəsi tez-tez yuyulmalıdır. Sürünənlərin isə dərisindən infeksiya yoluxma riski olduğuna görə onun da kontaktdan bir qədər uzaq durmaq və yaxud da mütləq, yəni dediyim kimi əlcəklərdən istifadə etmək lazımdır. Hamiləlikdə heyvanların gigiyenası necə təmin olunur? İlk növbədə onun əşyaları, sonra yatdıqları yer təmiz saxlanılmalıdır və yenə vurğulayıram ki, əllərin tez-tez yuyulmasının vərdiş edilməsi çox vaciblidir. Yəni xüsusən də heyvanla kontaktda olandan sonra mütləq əllər yuyulmalıdır.